Salam dəyərli izləyicilər, xoş gördük sizləri bir daha. Deməli bu gün baxacağıq Demin sınaq toplusundan 3-cü mövzu sınağı modelləşdirmə sınağının izahını. Deməli birinci sualımızda nə istəyir? Qonşuluq siyahısına görə qrafın tillərinin sayını müəyyən edin. Burada qrafı çək edə bilərsiniz, çəkmədən də tapa bilərsiniz. Çəkmədən tapaq. Deməli A-dan A-ya, baxın A-dan A-ya 1, A-dan B-yə 2, A-dan D-yə 3, A-dan C-yə 4. B-dən A-ya artıq A-dan B-yə qeyd elədiyimə görə bunu götürmürəm. B-dən C-yə bu da 5. C-dən A-ya, A-dan C-yə qeyd elədiyimizə görə bunu da götürmürəm. C-dən C-yə 6, C-dən D-yə bu da 7. C-dən B-yə götürməyəcəm çünki B-dən C-yə burada qeyd olunub. D-dən A-ya deməli A-dan D-yə qeyd olunub. D-dən C-yə, D-dən D-yə qeyd olunduğuna görə bunu da götürmürəm. Deməli burada neçə dənə oldu? 4 dənə burada, 5 burada, 6 burada, bu da 7 dənə. Cavabımız B variantı. A təpəsindən G təpəsinə, Y təpəsindən keçməklə gedən müxtəlif yolların sayını müəyyən edin. Bu tip suallarda deməli Y təpəsindən keçməklə deyilsə, Y-ni görməyən yollar bir dənə biz eləyək ki, oradan keçməyəcəyik. Biri budur. Sonra hansıdır? Y-ni görməyən yollar. Biri də bu da, baxın burada. Ondan sonra məncə başqa yoxdur. Bu iki dənə ox gəlir bura və bu tərəfdən hamısı görür. Deməli, sürətli şəkildə gedək. 1, 1 buna, 1 buna. B buradan 1 verdi, C bura 2 verdi, Y 3 verəcək hər tərəfə. Deməli, D-yə neçə gəldi? 3 gəldi. D də özündən 3 verdi bura. F-ə 6 gəlib 6. Vəssalam. 3, 3, 6. Bu da 12 B variantı. 1, 3, 5 rəqəmlərindən təşkil olunmuş 1, 3, 5 rəqəmlərindən təşkil olunmuş bütün üç rəqəmli ədədlər ağac modeli ilə ifadə olunarsa, bu modelin sonuncu səviyyəsində olan təpələrin sayını müəyyən edin. Ədədlər daxilində 1 və 3 rəqəmləri təkrarlanmır. Ağacla yazaq. Deməli 1 ilə başlasa, 1 ilə başlasa 3 ola bilər, 5 ola bilər. 3 ilə olanda bura 5 ola bilər. 5-də deməli 3 ola bilər, 5 ola bilər. Yaxşı. 3 ilə başlayanda deməli 1, 5, 1-ə nə qaldı? 5. 5-dən də çıxacaq nə? 1 və 5. 5 ilə olanda deməli 1 ola bilər, 3 ola bilər, 5 ola bilər. Deməli 1-də nə olacaq? 3 ola bilər, bir də 5 ola bilər. 3-də də deməli 1 ola bilər, 5 ola bilər. 5-də deməli 5 özü ola bilər. Ola bilər, bir də 1 ola bilər. Düzdürmü? Beləsinə. Yəni ədədlərimiz bunlardır da. Baxın, məsəl üçün 135-dir, nə bilim. Dedim ki, buradır və s. Məsələn, bizdən nə istəyirdi? Sayını. Deməli 1, 2, 3. 3 burada, 3 də burada 6. Deməli 4, 10, burada 3, 13 dənə. C variantı. Davam edək növbəti sualımız 4-cü sualda nə istəyir? Verilmiş qraf modelinin qonşuluq siyahısını müəyyən edin. A, B, C variantımız burada. Deməli, baxaq. Qonşuluq siyahısı nəsə şərt olduqda bunu beləsinəyək. Bunu qələm açanda tərk edə bilmirəm. Aha, deməli, A-dan B-yə yol var, Y-yə var, bir də C-yə var. A-dan B, C, Y. B, C, Y, B, C, Y. Baxın, birinci sətirdən mən bir iş görə bilməm. Hamısında var. Eynidir. B-yə baxaq. B-dən deməli A-ya, C-yə, D-yə, Y-yə, A, C, D, Y, A, C, D, Y. Burada görürsünüz C yoxdur. Variant get. A, C, D, Y, A, C, D, Y bunların hər birində. Bunda da var, bunda da var, bunda da var. Yaxşı, C-dən baxaq. A-ya, B-yə, A, B, F-dir, A, B, F-dir, A, B, F-dir, A, B, F-dir, A, B, F-dir. Hamısında var. Hamısında var. D-dən deməli C, B, Y. Bura getdi. Burada getdi. 2 dənə variantımız qaldı. Aha, Y-dən.
F balacadır. Bir dənə F-ə baxaq. Yox, F-lə ayırd edirəm. F deyil. Y-dən deməli. Sən də 4 dənə til çıxır. Bir dənə burada 4 dənədir. A variantı olacaq. Burada görürsünüz 3 dənədir. BDF. Burada deməli BD, A'dır, D'dir, bir də F. A, B, D, F. A variantı. Verilmiş qonşuluq matrisinə uyğun qrafı müəyyən edin. Onun payıdır deməli. Bəs edirdim. Deməli A-dan B-yə var, D-yə var. A-dan B-yə var, D-yə var, B-yə var, D-yə var, B-yə var, D. Burada D yoxdur, burada da yoxdur. Üç getdi. Yaxşı. B-dən deməli, B-dən deməli. A, C, D, F. A, C, A, C, D, F. A, C, D, F. A, C, F. Burada D-dən yoxdur. Bir variant azaldı. C-də də belə baxsaq, C-dən B və Y-yə, C-dən B və Y-yə. Burada C-də B və D-dir, bu da getdi. Azaldı. Davam edək 6-cı sualımızda görək nə istəyir. ABCD-EF təpələrindən ibarət qraf verilib. Bu qrafın çəki matrisində təpələr məsələdə işarələnir. Qrafdakı hansı təpənin hansı rəqəmlə ifadə olunduğuna öncədən məlum deyil. Bunu təhlil edirik. A təpəsində Y təpəsində ən qısa yolumuz var. Deməli, bura baxsaq, bax, görürsünüz F təkiddə düzdür. Təki bir dənə qeyd edək. F nədir? 4. F-in birləşdiyi C-dir. F-in birləşdiyi C-dir. 5-ə getdi C. C-nin birləşdiyi 4 tilli A-dır. C-nin birləşdiyi 4 tilli. Hansıdır bura? 3A. Rahatdır desin. C-nin birləşdiyi 2 tilli yerdir. Getdi Y. C-nin birləşdiyi 3 tilli D-dir. Yox, 3 tilli olsa bir dənədir. Hansı qaldı? 1. 1'ə deyil. B də getdi 6. Bizə nə istəyirdi? A təpəsindən Y təpəsinə ən qısa yolun uzunluğu. A-dan Y-yə 25 var birbaşa. Amma baxaq. 25. Belə rahat çıxmaz. Belə rahat çıxmaz. A-dan D-yə getsəm 6, D-dən C-yə getsəm 4, 10. Qeyd edək. A-dan D-yə 6, D-dən C-yə 4, 10. C-dən də Y-yə getsəm. Bizim yerimiz hardadır? Burada 12. 10, 12, 22. 22 də tapdıq, yaxşı. 25, 22, 25 getdi. Başqa nə var? Başqa nə var? A-dan yaxşı, C-yə birbaşa getsəydim 15 və 27 deyərdi, bu yox. B-yə getsəydim 10, B-dən deyə 16, yox, yenə daşır. Bəlkə C-yə 22 olacaq. C variant. C nədir? Y variant. 7-ci sualımız deməli, qrafda dövrələrin sayını verir. Dövrə suallarından heç xoşum gəlmir, heç. Deməli, biz bunu nətərəyik? F-i bura qeyd edəsək, düzdürmü? F-i bura qeyd edəsək. D-dən bunu beləsinə çəksək, D-dən də çəkək, C-dən də çəkək. Bu da aləmi qatdıq bir-birinə. Sən təzəsini çək, olmadı. Deməli, A-dan Y-yə, A-dan B-yə, A-dan D-yə, D-dən B-yə var. Deməli, F-i qoyaq bura, D-dən F-ə, C-ni bura qoyaq, A-dan F-ə. Deməli,
Y'den C'ye var, C'den F'e var. Düzdürmü? Qalmadı ki hansısa, məncə qalmadı. Yaxşı, baxaq. Deməli, bir dənə bu çöldəki ümumi 1, 1. Ondan sonra 2, 3, 4, 5, 6. Düzdür, çox qarışdırdım, başdan buranı. B'sini göstərim. Baxın. Baxın, ümumi bax çöldəki 1. Buradakı bu kvadrat 2. Ondan sonra bura 3. Bu balaca yer 4. Bura özü 5. 5 yəni bura. Bir dənə də baxım bura. 6 dənə. Y variant. İnşallah imtahanda sizə dövrə sual düşməz. A təpəsindən F təpəsinə, D təpəsindən keçməyən müxtəlif yolların sayını müəyyən edin. A-dan deməli F-ə, D-dən keçməyən. A-dan F-ə, A-dan F-ə, A-dan F-ə. D-dən keçməsin. Yaxşı. Keçməyək. Deməli 1, 1. Deməli B özündən 1 buraxdı. Burada 1 verəcək, burada 1 verəcək. Deməli C-yə 1 gəlib, C 1 verdi hər tərəfə. B burada 1 buraxıb. Hə. Deməli Y-yə nə gəldi? 3. Y də özündən hayda, yox. Burada səhvləmişəm. O B-dən birbaşa gəlmir. Mən elə bildim birbaşa gəlir. Deməli Y özündən neçə buraxır? 3 buraxır. 3 buraxır, 3 buraxır. Buradan da bu 1 gəlsə buna. 3, 1, 5. A variantı. Proqram yalnız 2-yə vurma və 3 vahid çıxma əməllərini yerinə yetirir. 7 ədədindən 20 ədədini almaq üçün proqram ən az neçə əmr yerinə yetirməlidir? Deməli 2-yə vurma və 3 vahid çıxma əməllərini yerinə yetirir. 7 ədədindən 20 ədədini almaq üçün proqram ən az neçə əmr yerinə yetirməlidir? Ən az. C variantından geçsək, yaxşı. C variantından geçsək. 7-ni 2-yə vursam 14. 14-ü 2-yə vursam 28. 28-dən 3 çıxsam 25. 25-dən 3 çıxsam 22. Yox. Necə deyək? 20-ni almaq üçün necə deyək? Deməli. 22 necə ala bilərəm? Ala bilmərəm, yaxşı. 10-a qədər getsək, 10-u 2-yə vurub 20 alsam 7-dən 3 çıxsam 4. 4-ə vursam 2-yə 8. 8-dən 3 çıxsam 5. 5-i vursam 2-yə 10. 10-u da vursam 2-yə 20. Düz elədikmi? 7-dən 3 çıxdıq 4. 4-ü vurduq 2-yə 8. 8-i vurduq 3-ə. 8-dən çıxdıq 3. 5. 5-i vurdum 2-yə 10. 10-u da vurdum 2-yə 20. 5-dən çevirin. Ağaçla yazmaq olardı. Olardı. Nəsə. Seçili qrafda A təpəsindən K təpəsinə gedən ən qısa yolu müəyyən edin. A təpəsindən K təpəsinə ən qısa yolun uzunluğu. Deməli ən qısa deyirsə, gəlin. Buraya 6. 6 ilə yola çıxsam. 6, 7, 13, 13, 13, 13, 13. A-dan K-yə istəyir. 4,
17'miz var. Yaxşı. 7 tərəfdən gəlsək. 7, 11, 16'mız da burada var. Avtomatik 17 getdi. 17'miz getdi. Yaxşı. Buradan da gələ bilərəm. Deməli 7, 4. Bu da 4. 8. Bu da 7, 15. 16'mız da getdi. 16'mız da getdi. Başqa hardan gəlim mən? 12, 4 bu heç olmayacaq. Buradan gəlsəz yenə böyüyəcək. Başqa yoxdur. Baxın. Buradan DS-nə gəlsəm 4, 4. Dedəcəm ən qısa tərəf buradır. 15. D variantı. Təşkil qrafda ən uzun dövrənin ölçüsünü müəyyən edin. Bəlkə bunu çəkməyək. Ən uzun dövrə. Deməli 18 ilə nə edə bilərəm mən? 18 ilə 18 ilə 18 ilə 18 ilə yaxşı, tutaq ki, A-dan başlayaq elə. A-dan başlasam 18 ilə gəldik C-yə. C-dən Y-yə gəlim 5. Düzdür. 5. Y-dən bura gəlim 11. Buradan da bura gəlsəm bu neçə eləyir? 23, 11, 34, bu da 8. 42. Başqa var mı? BS 14'ü görə söhbətə necə qapaq? Hə, mən bura 8-ə niyə getdim ki? BS-nə yerdə yaxşı gəlmişdi. O 8-ə mən niyə getdim? Deməli, buradan daxil olaq bura. 11-dən gəldik mi bura? Bu 14'ü də götürək. Buradan da gələk bu 6-nı da götürək. Yaxşı, bu neçə eləyəcək? Deməli, bununla bu 20. 11, 8, 29. Bu da 5, 34. 34. Bu da 20, 54. 54'ten böyük cevap var mı? Yok. Alayım. Deməli, qonşuluq matrisinə görə qonşuluq siyahısını müəyyən edin. Bayaq söhbət etdim. A-dan B-yə, D-yə, Y, A-dan B-dəyə, B-dəyə. A hamısında var. Hadi. Gör hamısı uyğundur B-dəyə. Ondan sonra deməli B-də deməli C, D, F, C, D, F-ə baxaq bəs. C, D, F, C, D, F. Burada D yoxdur, getdi. C variantımız getdi. C-də baxaq deməli. Y, C-də Y, C-də Y. C-də Y, C-yə də göstərər. Baxın, görsünüz, burada görsünüz, C-dən C sıfırdır. İlcək yoxdur, amma burada ilcək də var, bu da getdi. Qaldı 2 variantımız. Yaxşı, D-yə gəldik. A, B, Y, A, B, Y. Burada F də var, getdi. Ha, yox, F varaq. Bu qraflardan heç xoşum gəlir. Deməli, F də var. C variantına görürsünüz, burada F yoxdur, ona görə C getdi. Y ilə söhbət qutarır mı? Deməli, A, C, D. A, C, D. Y-də A, C, D yəni. Məsələn, A variantı. Çünki Y variantına baxsınız, görürsünüz burada. İndi açacağım görəsiniz. Xəttin altında qalıb A, B, C, D deyəsən. Görürsünüz burada A, B, C, D. Amma burada nədir? A, C, D. Bizə də A, C, D lazım idi. A variantı. Görürsünüz A, B, C, D. Deməli 13 A təpəsindən nədir? İ təpəsinə gedən müxtəlif yolların sayını tapın. 1, 1, 1 bura gəldi, 1 buna verdi, 1 buna verdi, 1 də buna verdi. Düzdürmü? D də özündən 1 verdi. Y-yə gələnlərin hamısı məlumdur. Deməli 3 bura, 3, 1, 4 buna. Y bura da 3 verəcək, burada 3 verəcək.
4 3 7 bura, 7 de bura. 7 3 10 11 bura. 11 7 18. Düz hesablamaksa düz. Prototip model münasibətini əks etdirmir, əks etdirmir. Prototip nə idi? Yəni deyirik də reallıqdakı obyektin özü. Hansı ki biz ondan model yaradırıq və yaxud da bunu orijinal deyirik. Nəysə, münasibətini əks etdirmir. Robot, robotun məntiqi quruluş sxemi. Robot özü modeldir, getdi. Məktəb, məktəbin şəkli. Bir dəqiqə. Məktəb deyəsən. Robotun məntiqi quruluş sxemi. Robotun məntiqi, burada görə robotu təzədən robotu mən model kimi götürmək beynim. Burada robot orijinal kimidir. Robotun məntiqi quruluş sxemində biz artıq nə söyləmərik və əks etdirir. Doğru. Məktəb, məktəbin şəkli. Məktəb özü orijinal, şəkil isə onun modeli informasiyadır. Bu getdi. Avtomobil, avtomobilin texniki təlimat kitabçası. Bu da doğrudur. Deməli, kompüter, kompüterin prosesoru və yaddaş qrupları. Kompüter, kompüterin prosesoru və yaddaş qrupları. Bunların hər biri ilə model deyil də, real obyektlərdir. Əks etdirmir, D variantı olacaq. Bina, binanın evakuasiya planı. Burada da deməli informasiya modeli var. Bu da doğrudur. D variantı. Riyazi modeldir. Obyektin ölçülərini dəqiqliklə əks etdirən hər hansı xam maldan hazırlanmış model. Obyektin ölçülərini dəqiqliklə əks etdirən hər hansı xam maldan hazırlanmış model riyazi model deyil. Obyektin strukturunu sxematik olaraq dəqiq əks etdirən model və getdi. Hansında nə var? Obyektin parametri ədədlərlə tam dəqiq əks etdirən cədvəl şəklində model və informasiya modelidir. Riyazi model deyil. Yəni obyektin elementləri arasında əlaqəni tənliklər şəklində ifadə edən model yəqin ki bu olacaq. Obyektin davranışını statistik verilənlərə əsasən verilənlərə görə diaqram şəklində göstərən model bu da deyil, D variantı. Obyektlər arasında əlaqə nə zaman ağac informasiya modeli ilə ifadə olunur? Nə zaman deyəndə baxır vəziyyətə də. Məsəl üçün nəsil ağacı ola bilər. Nə bilim kompüterdə C diskindən failin tam yolunu göstərmək ola bilər. Hiyerarxik nəsə olanda ola bilər. Obyektlər arasında əlaqə hiyerarxik struktura malik olduqda, baxın dediyimiz kimi, variantı doğrudur. Şagirdin çantasında hərəsindən 3 rəngdə qara, qırmızı və göy olmaqla qələmi, karandaşı və xətkeşi var. Şagird bu ləvazimatlardan fərqli rənglərdə və hərəsindən bir ədəd olmaqla o neçə üsulla seçə bilər. Deməli. Üsulla seçə bilər. Qara götürəndə nə deyir? Karandaş, xətkeş və xaric bu ləvazimatlardan fərqli rənglərdə və hərəsindən bir ədəd olmaqla neçə üsulla seçə bilər. Qara deməli götürəndə B-sini deyək də. Qara, qırmızı və göy. Qara götürəndə bu nə götürə bilər? Qələm, karandaş, xətkeş. Qırmızı götürəndə tutaq ki, burada getdisə bunun qələmi. Karandaşla xətkeş, göy götürəndə burada da bir dənə xətkeş, burada da xətkeş qalsın. 3, 2, bu da 1, 6 dənə. Doğru ifadələri müəyyən edin. Bütün ağaclar qraf hesab olunur. Bütün ağaclar qraf hesab olunurmu? Bəli. Əlaqəsiz. 1. Əlaqəsiz qrafda dövrə ola bilməz. Əlaqəsiz qrafda dövrə ola bilməz. Xeyr, ola bilər. Hər hansısa bir yerində dövrəmiz ola bilər. Deməli, 2-ləri ataq.
Məsələn, bir də doğrudur, sonda B variantı alacaq, amma yenə də baxaq. Arasında təpələrin sayı tillərin sayına bərabər ola bilər. Təpələrin sayı tillərin sayına bərabər ola bilməz. Məsəl üçün, mən B-yə rahat çəkirəm. Mütləqdir ki, təpənin sayı 1 plus artıq olsun. Belə deyək də, n sayda bizim tilimiz varsa, n plus 1 sayda da bizim nəyimiz var? Təpələrimiz var. 3 də səhvdir. 3 də səhvdir. Cavab dəqiq B variantı. Obrislərinə də baxaq. Qrafda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Təpələrin sayı tillərin sayına bərabər ola bilər. Bəli. Məsəl üçün, B-sinə bir dənə qraf seçək. Bir dənə til var, 3 dənə təpə var. Ağac dövrəsiz əlaqəli qrafdır. Ağac dövrəsiz əlaqəli qrafdır. Bəli. Bəli. Mən burada nəsə səhv edim deyəsəm. Bütün ağaclar qraf hesab olunur. Hə, burada deyəsən əlaqəsiz söz işlətdim. Mən səhv edim. 1, 4, 5. B variantı. 19. Qonşuluq matrisinin əsasən A təpəsindən Y təpəsinə neçə müxtəlif yol olduğunu müəyyən edin. Deməli, bunu yazaq da A-dan deməli B-yə var, A-dan C-yə var. Düzdürmü? B-dən hara var? D-yə və Y-yə. Y-ni buradan yazaq, qalsın burada. D-yə. Deməli, D-dən də hara var? Yəni C-ni də bir dənə parçalayaq. C-dən hara var? Y-yə və D-yə. Burada da Y-ni bura yazaq. D-ni bura yazaq, yazırıq, gedək. Deməli, Y-lər qaldı öz yerində, 2 dənəsi var. Ondan sonra deməli, D-dən C-yə var, C-yə var. Bir də F-ə var, düzdür? C-yə var, F-ə var. Ondan sonra C-dən Y-yə var. F-dən də Y-yə yolumuz var. Aha, burada dayandıq. Gəldik D-yə. D-dən B-yə, D-dən F-ə, F-dən Y-yə, B-dən də Y-yə. Neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6 dənə. D variantı. Çəki matrisinin əsasən qraf haqqında doğru ifadələri müəyyən edin. Deməli, əlaqəli qrafdır. Əlaqəli qrafdır. Baxsaq, simmetrik 12, 13, 3, 9. Bəli, əlaqəlidir. 1. Yönəldilmiş qrafdır. Xeyr, diqraf deyil. Yoxdur, 2 getdi. Lərə ataq. 1 deməli düzdür. Qrafda Y təpəsi DF təpələrinə tillə birləşir. Y təpəsi DF təpələrinə tillə birləşir. Görürsünüz, burada heç nə yoxdur. Burada da heç nə yoxdur. 3 də səhv. 3 də səhvdirsə bizdə qaldı 1, 5. Baxaq. Qrafda yalqız təpə var. Xeyr, yalqız təpə yoxdur. Gördüyünüz kimi heç birində. Məsəl üçün, burada hər hansısa bir şey olsaydı, hamısı boş olsaydı. Heç nə bir şey yoxdur. 4-də getdi, qrafda dövrə var. Dövrə təbii ki orada. 1 və 5. Simmetrik dans. Qonşuluq matrisinə uyğun qrafın əlaqəsiz olması üçün hansı təpələri birləşdirən til olmamalıdır? Deməli, şəklə baxanda görürükmü? Bəli, görürük. Buradan deməli kəssəm, yəni ki, mən bu birləri ləğv edəsəm, artıq əlaqə kəsiləcək. Bu birlər də nədir? C-dir. A variantı. C-də və yaxud da DC-də, yəni DC yoxdur, C-də A variantı. Yəni çək edə bilərsiniz. Deməli, A-dan B-yə var, A-dan C-yə var, ondan sonra B-dən C-yə var, D-dən D-yə var, ondan sonra D-dən Y-yə var, F-ə var, D-dən deməli Y-yə var, F-ə var. Ondan sonra Y-dən F-ə var, Y-dən F-ə var və qutardı. Baxın, belə şəklə baxanda daha aydın görsənir. Yəni, bu hissə ləğv olsa, olacaq nə əlaqəsiz. Bu hissə də C-dir.
Amma burada baxanda görsənir də, yəni bu biri aradan qaldıranda artıq qrafın əlaqəsi kəsilir. Yaxşı, burada nə istəyir? 1, 3, 5 və 10 kiloqramlıq qablarda gavalı, albalı, çiyələk və əncir mürəbbələri saxlanılır. Qabların ikisi dolabda, ikisi isə stolun üstündədir. Bu necə yazaq belə? Düzdür. Nə yazaq? Olmasın. Mənim stolum. Burada mənim dolabım. Məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Düzdür. Albalı deməli stoldur. Buraya yazdıq nə? Albalı. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanında qoyulur. Çiyələk deməli dolabdadır. Çiyələk dolabdadır. Burada hər hansısa bir dənə də bu nə idi? Burada 3 kiloqramlıq da bir dənə başqa bir qabımız var bizim. Kiloqramlıq. Deməli 3 kiloqramlıq orada bir başqa qabımız varsa, albalı da 3 kiloqram ola bilməyəcək, o da öz yerində. Əncir mürəbbəsi ən böyük qabdadır. Əncir 10 kiloqramdır deməli, bilmirəm nə qədərdir. Çox qarışıq yazdım, nəysə. 10 kiloqram. Ən kiçik qab stolun üstündədir. Ən kiçik qab stolun üstündədir. Deməli burada olan 1 kiloqramlıq bizim qabımız var. Gavalı mürəbbəsi hansı qabda və harada yerləşir? Yox, bunu mən beləsini tapamadım. Nə idi? Bu nə idi yazdıq? Deməli, nə deyir? Direkt səbirlərimizə. Gavalı, albalı, çiyələk, əncir. Qabların ikisi dolabda, ikisi stolun üstündədir. Lap yaxşı. Məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Albalı deməli, dolabda deyilsə stoldadır. Düzdür, albalı. Ondan sonra nə istəyir? Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanındadır. Çiyələk deməli dolabdadır. Lap yaxşı. 3 kiloqramda deyil amma. Nəysə, yazmıram, o qaralanmasın. Əncir mürəbbəsi ən böyük qabdadır. Əncir deməli 10 kiloqramdır. Ən kiçik qab stolun üstündədir. Stolun üstündədir. Nəyi görə bilmirəm mən? Ən kiçik qab stolun üstündədir. Deməli, ən kiçik qab stolun üstündədir. Stolun biri buradadırsa, digəri 10 kiloqramlıq ola bilmədiyini görə avtomatik olaraq buna gedir stol. Yola gəlir dolab. Düzdürmü? Aha. Aha. Səhv dedik. Deməli səhv dedik. Nəyi səhv dedik? Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq olan mürəbbənin yanında qoyulub. Düzdürmü? Əncir mürəbbəsi ən böyük qabda 10 kiloqramdır. Ən kiçik qab stolun üstündədir. Ən kiçik qab stolun üstündədir. Stolun üstündədir. Əncir 10 kiloqramdır. 10 kiloqramdır. Onda albalı 1 kiloqram stolun üstündə olsun. S yazmışıq buna. Deməli 1 kiloqram bu. Ən böyük qabdadır. Albalı mürəbbəsi dolabdadır. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanında qoyulub. Əncir onda dolabda olsa, bu dolabda olsun. 3 kiloqram dolabda. Olmadı axı bu. Nəyi görə bilmirəm mən?
Sizi də yordum, özünü də yordum. Bunu bilirsən sən. Yorğunçuluq olanda edə bilmirəm. Getdik deməli, yaxşı bir də baxaq. Məlumdur ki, albalı mürəbbəsi dolabda deyil, albalı stoldadır. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanındadır. Çiyələk deməli dolabdadır. 3 kiloqram deyil amma. Deməli, avtomatik olaraq çiyələyə neçə qaldı? 5 kiloqram. Çünki əncir 10 kiloqramdır. Ən kiçik qabda stolun üstündə olduğuna görə yox, mən bunu qoya bilmərəm. Qoya bilmərəm. Yeni tələsirik. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanında qoyulub. Əncir mürəbbəsi ən böyük qabdadır. Hə, olsun da ən kiçik qab stolun üstündədir. Məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Yaxşı, stoldasan. Çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanında qoyulub. Başa düşdük, dolabdadır. Ən kiçik stolun üstündə olduğuna görə, onun da burada olduğuna, əncirdə olduğuna görə buna qaldı 5. Bu getdi. Əncir mürəbbəsi ən böyük qabdadır. Qoyduq da 10 kiloqram. Ən kiçik qab stolun üstündədir. Hədə da mən nə axtarıram? 3 kiloqramlığın yanındadırsa, 3 kiloqramlığın yanındadırsa və dolabdadırsa. Bu stulda oldu. Bu da 10 kiloqramdırsa, deməli stulda olan 3 kiloqram ola bilməyəcək. Cavaliyə qalan neçə 3 kiloqram və dolab. A variantı yoruldum, dəhşət. Rahat bir şey görə bilmirəm bax. Hey, neysə. Turist məntəqəsinə yığdırarsız orası. Üzrlü sayın. Turist A məntəqəsindən birbaşa C, oradan birbaşa D məntəqəsinə getmişdir. A məntəqəsindən C, oradan B-yə getmişdir. Növbəti gün o D məntəqəsindən birbaşa B-yə gəl görək, oradan ora getsin. F məntəqəsinə getmişdir. F məntəqəsi ilə birbaşa əlaqəsi olan Y məntəqəsindən BC məntəqələrinə də birbaşa yol var. Lap yaxşı. F məntəqəsinə A məntəqəsinə neçə yolla qayıda bilərəm? F məntəqəsindən A məntəqəsinə neçə yolla qayıda bilərəm? Bu nəyə çəkdim mən? F məntəqəsindən A məntəqəsinə. Buradan gələ bilərəm belə 1. Buradan gələ bilərəm belə 2. Buradan gəlib belə gələ bilərəm 3. Qatdıq, tökdük. Bir dənə də buradan belə gəlib belə gələ bilərəm 4 dənə. Saydımsa 4 dənə olmalıdır. 24. Qrafda A təpəsindən N təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. Əl çəkmir. A təpəsindən N təpəsinə qədər, N təpəsinə gedən müxtəlif yolların sayı 1. Hər təpədən ən çox bir dəfə keçə bilərəm, düzdürmü? 1, deməli 2, 2, obslərdə başqa 2, 2. Deməli 3, 3, 3, 3, 3, 3. Bu da 4. Bu da 4. Məncə başqa yoxdur, 4 dənə. Yeni gəldi bu sualdan çıxır. Səlimə Səməd Elnur və Elnur Bakı Dövlət Universitetlərində 1, 2, 3, 4-cü kursda təhsil alır. Məlumdur ki, Səməd təhsilin ilk ilində, Elnur isə son ilində deyil, deməli. Canım versin. Yoruldum, həqiqətən bu suallardan zəhmim gedir. 1, 2, 3, 4.
1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. Nə istəyir bu? Məlumdur ki, Səməd Təhsin ilk ilində, Elnur isə son ilində deyil. Elnur sonda deyil. 4 getdi. Bir də kim idi? Səməd birincidə deyil. Səməd 1 getdi. Nə istəyir sonra? Elmir Universitetdə Elnuru artıq 3-cü ildir ki, tanıyır. Elmir Universitetdə. Elmir deməli 4-cüdür. 4-cüdür, düzdürmü? Elnuru artıq 3-cü ildir tanıyır. Elnur deməli 3. Səlim neçəncidir? Səlimə nə qaldı burada? Deməli 4, 3. 4, 3. Səməd də 1 deyilsə 2-dir. Buna da qaldı 1. Səlim 1. Birinci kurs. Yox, bu rahat imiş. Bəlkə də rahat idi əslində. Nəsə beynim tormozlananda senin üstünə 2 gələ bilmirəm burada. Çox vaxtınız oldu deyəsən. Deyəsən yox, çox vaxtınız oldu. Deməli, çəki matrisinə görə yönəldilmiş qrafın A təpəsindən D təpəsinə gedən ən qısa yolu müəyyən edin. A təpəsindən D təpəsinə. A-dan D-yə 16 var, yaxşı. A-dan B-yə 12 var. 12-nin üstünə 5, 17 var. Yox, belə 16 ondan qısadır. Başqa nə var? 11 var. Y-dən D-yə 4, 15 var. Da 15-dən qısası yəqin ki, yox. Burayla da işlədik. Buradan bir şey çıxmadı. 15. Uyğunluğu müəyyən edin. Deməli, statik dinamik model. Statik deməli dəyişməz, dinamik dəyişən. Kimyəvi birləşmənin formulu statik BA. Video çəkiliş edən pilotsuz uçan aparat. Yox, heç bir aid olmayacaq. Deməli, borda təzyiqin dəyişməsini hesablayan proqram. Təzyiqin dəyişməsini hesablayan proqram. Təzyiqin dəyişməsini hesablayan proqram. Proqramın nəticəsi dinamik ola bilər. Yəqin ki, dinamik deyiblər. C. 2C. Yaxşı, gün ərzində 2C, amma proqram kodunu mən seçim yazmışam, qalıb oldu. Dinamik. Yəqin ki, ona görə D götürmək olar. Gün ərzində nisbi rütubətin dəyişikliyini ifadə edən qrafik. Dəyişikliyin qrafik D. Dinamik. Kitabın mündəricatı dəyişməz. A-Y, C-dir. Sizə təqdim olunan 28-30 sayılı tapşırıqları yerinə yetirin. Nə istəyirsən? Çəkili qrafda bütün dövrələrin müəyyən edilmiş uzunluqları ilə birgə ifadə edilməkdir. Bekarçılıqdır. Deməli, A, B, C. Yəni yazaq, sonra çəkilərini hesablayaq. A, B, C. Düzdür. Sonra ondan sonra nə var? Nə var? Yəni A-larını qutaraq. B, C, A da A. Yaxşı, sonra nə var? A, B, C, D, A. Düzdür. A, B, C, D, A. Ondan sonra A ilə bizim başqa nəyimiz var? Nəyimiz var? A, B ilə başqa eləyə bilərəm. A, B ilə başqa eləyə bilərəm. Deməli, A, B, C, D, Y-yə gedərəm. Y-dən D-yə, oradan A-ya gələrəm. A, B, C ilə mən başqa nəyimsə qaldı mı? Qaldı mı? Qalmadı məncə. Qalmadı. Həmçində əkslərini də yazmış olduq. Deməli, AC-yə doğru gedək. AC, DA, AC, DA, AC, DA, AC, DA, AC, YDA. Başqa nə qaldı bizdə? Deməli, ondan sonra nə var bizim burada? Y, S, D, Y. Hə, Y, S, D, Y.
D'ye. Məncə bitdi. Nə istəyir bunların nəyini? Çəkilərin cəmi A, B, C, A. Deməli 4, 5, 11, 20 bura. A, B, C, D, A, A, B, C, D, A, A, B, C, 4, 5, 9. Sonra nə dedik? A, B, C, D. 7, 16, bu da 4. 20 bura. Ondan sonra A, B, C, Y, D, A, A, B, C, D, A, B, C, Y, D, A deməli. A, B, C 9, 9, 9, 9. Y deməli. 12, D. 24 de bura. A, C, D, A, A, C, D, A, A, C. A, C, D, A. 22 bura. Ondan sonra A, C, Y, A, C, Y, D, A. A, C, Y, D, A. Burada 26. 26 da bu. Y, S, D, Y. Y, S, D, Y. 18 de bura. Vəssalam belə. Dövrə misallarından heç xoşum gəlmir, heç. Qonşuluq maddəsinə görə qraf informasiya biraz balaca olsa, yenə az olsa dövrə sayı. Hə, belə adam çox yorur. Qonşuluq maddəsinə görə qraf informasiya modelini qurun. Qraf da bu heç bir sadə bir şeydir. Deməli, A-dan B-yə var, A-dan C-yə var. Eləyək ki, bir səliqəli olsun. D-yə var. B-dən deməli Y-yə var. Y-ni bura atsaq. F-ə də var. Düzdür. C-dən Y-yə də var. Nəysə deyəcəksin məncə. Biraz səliqəli çəkə bilərsiniz. Deməli, D-dən Y-yə var, F-ə var. Vəssalam, qurtardı. Belə bir şey. Biraz daha çəpələyib səliqəli bir şey eləmək var. A təpəsindən D təpəsinə hər təpədən ən çoxu bir dəfə keçməklə gedən müxtəlif yolları ağac informasiya modeli ifadə edir. A təpəsindən D təpəsinə hər təpədən ən çoxu bir dəfə keçməklə. Deməli, A-dan D-yə, ondan sonra A-dan C-yə, A-dan B-yə, C-yə gələndə deməli, C-dən B-yə, C-dən D-yə, D qaldıq burada, B-dən D-yə, bu da qaldı burada. B-dən D-yə, bu da qaldı burada. B-dən C-yə, C-dən də D-yə. C-dən oldu. Hə, heç nə. Bunu sağ istəyirik. Məsələn, bunu istəyirik. İzlədiyiniz üçün təşəkkürlər. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Eyni sual çox işləyəndə səbrim çatmır. Sualda vaxtınızı çoxaldım. Yığdıra-yığdıra baxarsınız. Nəysə. Fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.